Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Onlara ömürlük həbs cəzası verildi. Zəngəzur dəhlizi beynəlxalq səviyyədə bu adla tanınır. Ərdoğandan İran xəbərdarlığı, vaxtı çatıb. Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Telegraf xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hökmə əsasən təqsirləndirilən Levon Mnatsakanyan, David İşxanyan, David Babayan, David Manukyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bako Sahakyan və Arkadi Qukasyan 20 il. Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il azadlıqdan məhrum olunub. Azərbaycan öz nəqliyyat infrastrukturunu modelləşdirərək regionun əsas logistik mərkəzi kimi mövqeyini möhkəmləndirir. Telegraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Çinin Global Times-a müsahibəsində bildirib. Onun sözlərinə görə Azərbaycanın həyata keçirdiyi modernləşdirmə layihəsi nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin illik yük ötürmə qabiliyyəti 1 milyondan 5 milyon tona çatdırılıb. Bu artım şərq-qərb marşrutu üzrə yüklərin daha sürətli və böyük həcmdə daşınmasına şərait yaradır. Nazir dəhlizin səmərəliliyinə nümunə kimi Çinin Sian şəhərindən çıxan blok qatarların Bakıya rekord müddətdə cəmi 11-12 günə çatmasını göstərib. Bu göstərici dəniz yolu ilə 45-60 gün çəkən daşımalarla müqayisədə orta dəhlizi qlobal ticarətdə ən cəlbedici marşrutlardan birinə çevirir. Bayramov vurğulayıb ki, tranzit potensialının artırılması məqsədi ilə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının gücünün illik 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Eyni zamanda bir qurşaq, bir yol təşəbbüsü çərçivəsində gömrük və tranzit əməliyyatlarının tam rəqəmsallaşdırılması prioritet istiqamət kimi müəyyən edilib. Müsahibədə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi məsələsinə də toxunulub. O, bu marşrutun artıq beynəlxalq səviyyədə beynəlxalq sülh və rifah naminə Trump marşrutu kimi tanındığını bildirib. Mən əminəm ki, yaxın gələcəkdə bu dəhliz orta dəhlizin digər mühüm segmentinə çevriləcək. Bu marşrut təkcə nəqliyyat bağlantısı deyil, həm də regional sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirən və bütün qonşu ölkələrə fayda verən layihə olacaq. Amerika ilə İran arasındakı gərginliyin regionu yeni toqquşma və xaosa sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik. Telegraf xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. İrana qarşı hərbi müdaxiləyə qarşı olduğumuzu açıq şəkildə bəyan etmişik. Bunu tərəfdaşlarımıza da çatdırmışıq. İndiyə qədər tərəflərin diplomatiyaya yer açmaq istədiklərini görürəm. Bu, müsbət inkişafdır. Problemlərin həlli yolu toqquşmalar deyil, uzlaşma zəminində bir araya gəlmək və danışıqlardır. Proses canlıdır və qopmayıb. Dialoq və diplomatiya üçün zəmin hələ də açıqdır. Aşağı səviyyəli görüşlərdə irəliləyiş əldə edildikdən sonra liderlər səviyyəsində danışıqların da faydalı olacağını düşünürəm. Hərbi gərginliyin bu qədər artdığı bir vaxtda danışıqlar masasının hansısa formada qurulması da vacibdir. Ümid edirik ki, problemlər dialoq yolu ilə həll olunacaq və regionumuzda yeni münaqişə baş qaldırmayacaq. İstər liderlər diplomatiyası, istərsə də digər səviyyələrdə aparılan görüşlər vasitəsilə danışıqlar zəminini gücləndirmək üçün çalışacağıq. Bu zəmin nə qədər genişlənəcək, başqa ölkələr də prosesə qoşulacaqmı, görəcəyik. O vurğulayıb. Ərdoğan bir daha qeyd edib ki, Türkiyə regionda yeni müharibə istəmir. Hamı bilir ki, regionumuzda sülh, əmin-amanlıq və sabitlikdən hamımız qazanacağıq. Amma münaqişə, qan və göz yaşının hökm sürdüyü bir coğrafiyada hamı mütləq uduzur. Buna görə də hamımızın sülhün tərəfində yer alması ən məntiqli seçimdir. Düşünürəm ki, region ölkələri son illərdə yaşanan münaqişəli proseslərdən bunu açıq şəkildə görüb və bizim mövqeyimizi dəstəkləyirlər. Artıq ətrafımızı bürüyən od halqasından çıxmağın, yanan alovları söndürməyin vaxtı çoxdan çatıb. Burada ortaq məxrəc sağlam düşüncədir. Bu məsələyə yalnız hərbi prizmadan baxmaq regionu fəlakətə aparar. Alovu daha da körükləməyin heç kimə faydası yoxdur. Regionumuz qan, gözyaşı və müharibələrə doyub. Artıq sülh və əmin-amanlıqdan danışmaq, əməkdaşlıqları gücləndirmək istəyirik. Problem həmişə olur. Fikir ayrılıqları beynəlxalq münasibətlərin bir hissəsidir. Amma diplomatiya da məhz bunun üçündür. Sülhpərvər diplomatiyanı gücləndirməliyik.
Bu həm ölkəmizin, həm də regionumuzun maraqları baxımından həyati əhəmiyyət daşıyır.